o insanın elə bir içində bir inam hissi var idi ki, elə bir inat hissi var idi ki, yəni ki, adam onunla döyüşməyə belə sevinir ki, bu insan Allahın qurban ki, yanındadır da bu cür insanla döyüşür. Düşmənin 12 tankını, onlarla canlı qüvvəsini məhv edən xüsusi təyinatlı qüvvələrin düşmənə qan utduran şəhid Giziri Vətən müharibəsi qəhrəmanı Eliyar Vəliyev. Cəbrayıl istiqamətindəki döyüşlərə yollanan Eliyarın növbəti tapşırığı içərisində düşmənin yüksək rütbəli zabitləri olan hərbi nəqliyyat vasitələrini partlatmaq olub. Tapşırıq uğurla yerinə yetirilir. Eliyar düşmənin UAZ markalı avtomobilini partladaraq biri polkovnik olmaqla bir neçə erməni zabitini məhv edib. Cəbrayıl döyüşlərində Eliyar 40 tapanca çaldı. Sıravi əsgərdə tapanca olmadığı üçün onun erməni zabitlərini məhv edildi. Eliyarın son döyüşü Xocavənd rayonunun Qırmızı Bazar adlanan ərazisində olub. Yanındakı hərbiçi yoldaşları şəhid olandan sonra döyüş meydanında tək qalan qəhrəmanımızın döyüş sursatı tükənib. Bu zaman xain düşmənin snayper güllələri